Avropada elə bir ölkə var ki, cəmi 11 milyon əhalisi olsa da, mədəniyyət baxımından inanılmaz dərəcədə zəngindir. Paytaxtı həm ən böyük, həm də ən canlı şəhərdir. İqtisadiyyatı güclü və çoxşaxəlidir. Avtomobil sənayesi, kimya, xidmət sahəsi və əlbəttə, dünyanın hər yerində məşhur olan yüksək keyfiyyətli şokoladı və xüsusi şəkildə hazırlanan pivələri. Bu ölkədə həyat həm rahat, həm də tam müasir standartlara uyğundur. Şəhərlər təmizdir, ictimai nəqliyyat inkişaf edib, velosipedlə hərəkət etmək isə həyat tərzinin bir hissəsidir. Tarixi memarlıqla müasir həyat burada yan-yana mövcuddur. Əhalinin böyük hissəsi xristiandır, əsasən katoliklər üstünlük təşkil edir. Amma müsəlman, yəhudi və digər icmalar da burada harmoniya içində yaşayır. Çox mədəniyyətlilik bu ölkənin əsas xüsusiyyətlərindən biridir. Və bütün bu təsvir etdiyim yer Belçikadır. Söhbət gedən canlı paytaxt isə Brüsseldir. Bu ölkəni kəşf etmək istəyirsənsə, ən sərfəli biletləri aybilet.az-dan tapa bilərsən.